o deyilən hədis səhih hədis deyil. Yəni dəstəmaz alarkən danışmaq olmaz deyə elə bir səhih hədis yoxdur. Sadəcə bu mollalar təbəqəsində və yaxud bu yaşlılar təbəqəsində bu adət məsələsi kimi olub ki, dəstəmaz alanda danışmaq olmaz. Amma səhih hədis mən eşitməmişəm ki, danışmağı dəstəmaz asnasında qadağan eləsin. Lakin belə bir şey var ki, müsəlmana yaxşı olar ki, danışmasın. Çünki dəstəmaz alarkən dəstəmazın mənalarını insan düşünə-düşünə alması lazımdır. Yəni əlini yuyarkən Peyğəmbər s.ə.v deyir ki, insanın günahları tökülür və yaxud da deyir ki, dəstəmazda axırıncı damcısı ilə insanların günahları tökülür. Və eyni zamanda insan dərk eləməsi ki, Allahın huzurunda durmaq üçün təmizlənir. Yəni bu hissiyyətləri insan sustuğu zaman dərk eləyə bilir. Bu hissiyyətləri insan sustuğu zaman keçirə bilir. Amma dəstəmaz asnasında danışanda bu hissiyyətləri insan unudur. Bunlar yaxşı olmaq tərəfindən deyən, olar olmaz tərəfindən deyil. Amma bir insan salam verirlərsə qaytarır, ona şək yoxdur. Nə bilim, lazım olarsa danışır. Lakin yaxşı olar ki, bayaq dediyim kimi eləsin. Şeyx İbn Ütheymindən, həmçin İbn Baz Rahməhullahdan soruşurlar. Onların dediyi şeylər elə bil ki, onların fətvasının xülasasıdır. Mən sənə dediyim bu fikir. İxlasla.com saytı tərəfindən təqdim olundu.